cisimlər arasındakı və cisim ilə üfüqi səth arasındakı sürtünmə misalı mu olarsa, aşağıdakı cismi dartıb çıxarmaq üçün tətbiq olunan minimal qüvvə nəyə bərabərdir? Baxın, gördüyünüz yuxarıdakı cisim ilə aşağıdakı cisim arasında sürtünmə qüvvəsi yaranacaqdır və bu sürtünmə qüvvəsi bu istiqamətdə yönələcək. F sürtünmə 1 yazıram buna. Həmçinin aşağıdakı cisim ilə səth arasında sürtünmə qüvvəsi yaranacaq və o da əks istiqamətdə yönələcək. Buna da F sürtünmə 2 yazıram. İndi soruşur ki, bu aşağıdakı cismi dartıb çıxarmaq üçün F qüvvəsinin qiyməti minimal nəyə bərabər olmalıdır? Əlbəttə ki, bu F qüvvəsi böyük bərabər olmalıdır ki, F sürtünmə 1 üstə gələk F sürtünmə 2-dən. Bu cismi dartıb çıxara bilsin. Nəyə görə topladım? Çünki bunlar eyni istiqamətdə yönəlib. Aha. Onda mən deməli F sürtünmə 1 və F sürtünmə 2-ni tapsam, artıq buradakı F-in minimal qiymətini tapa bilərəm. Hansı ki, F-in elə minimal qiyməti F sürtünmə 1 üstə gələk F sürtünmə 2-yə bərabər olmalıdır. F bərabər olmalıdır. F sürtünmə 1 üstə gələk F sürtünmə 2-yə. Yəni, ya bundan böyük olmalıdır, bu cəmdən fikir verin, böyük olmalıdır, ya da elə bu qiymətə, cəmə bərabər olmalıdır ki, bu cismi dartıb çıxara bilsin. Deməli, ən minimum bunların cəminə bərabər olmalıdır. Aha, biz bir iki sürtünmə qüvvəsinin düsturu F sürtünmə bərabərdir, mü vurulsun n-dir. Yəni, reaksiya qüvvəsi. Baxın, burada gördüyümüz kimi yuxarı olan cismi təsirdən reaksiya qüvvəsi səthdən cisimə doğru yönəlir və buna M1 deyirəm. Bu M1 əlbəttə ikinci tapacam. 2mj ilə də kütlə 2mdir, vururam j-yə. Aha. Amma ikinci, yəni altdakı cismə təsirdən reaksiya qüvvəsi səthdən cisimə doğru perpendikular olmaqla yuxarı doğru yönəlir və artıq buradakı 2m və 3m olacaq, cəm olacaq kütləmiz. Onda olacaq 5mj-yə bərabər. Buna da n2 deyirəm. Onda F sürtünmə 1 bərabərdir, mü vuraq n1-ə. Mü vurulsun, n1-in qiyməti 2mj. F sürtünmə 2 isə bərabər olacaq, mü vurulsun n2-yə. Onda olacaq, mü vuraq n2-in də qiyməti 5mj. Aha. Gördüyümüz kimi bunun cəmi nə olacaq? 2 μmj üstə gələk 5 μmj. Bu da bizə verəcək 7 μmj. Cavab oldu D bəndi.